Amerika Birləşmiş Ştatlarının Rusiyanın Ukrayna ilə savaşı bitirməsi üçün göstərdiyi təzyiqlər davam eləyir. Lukoil sanksiyalar səbəbindən Şah Dəniz layihəsindəki 19,99% payını satmağa çalışır. Məlumata görə, şirkətin dekabrın 13-nə qədər vaxtı var. Çünki bu müddətdən sonra Lukoil Cash Call adlanan maliyyə öhdəliklərini yerinə yetirə bilməyəcək. Bu, şirkətin səhmdar və ya tərəfdaşlarından birgə müəssisənin maliyyə öhdəliklərini ödəmək üçün əlavə vəsait tələb etməsidir. Sözü gedən proses layihənin xərclərini ödəmək üçün tələb olunan vəsaitin bir hissəsini təmin etməsinə imkan verir. Bu ödəniş hissəsi yalnız Amerika Birləşmiş Ştatları dolları ilə həyata keçirilir. Öhdəliklərin təmin olunmaması isə şirkəti 2026-cı il fevralın 13-dən etibarən default riski ilə üz-üzə qoyur. Tərəfdarlar arasında default riskinə, yəni ki, tərəfdarlardan birinin öhdəlikləri ödəyə bilməmə riskinə gətirib çıxarda bilər və bu baxımdan normalda iqtisadiyyatda 90 gün və 90 gündən sonraki müddət verilir. Bu zaman çərçivəsində ödənişlər oluna bilər və bu da olunmasa 12 ay ərzində müddət verilir. Əgər 12 ay ərzində ödənişlərin geri qaytarılması mümkün olmazsa, ödəyən tərəfin collateralsı, yəni ki, daşına bilinməz əmlaki girov şəklində müsadirə oluna bilər. 2022-ci ildə Lukoil Petronas'a məxsus əlavə 9,9% payı alaraq iştirak payını 19,99%-ə yüksəldib. Məlumata görə pay artımı şirkətin xarici aktiv portfelində vacib rol oynayıb. Eyni zamanda Şah Dəniz layihəsi şirkətin Avropa bazarına daha yaxın olma imkanı yaradıb. Yataqda illik hasilatın 28 milyard kubmetrə qədər çatdığı bildirilir. Şirkətin sözü gedən payının satışından bir neçə milyard dollar əldə etməsi ehtimal olunur. Lukoil hal-hazırda sanksiya səbəbilə müvafiq xərcləri, müvafiq əməliyyatları həyata keçirmək iqtidarında deyil. Çünki Lukoilun beynəlxalq ödəniş sistemlərinə, eyni zamanda dollar valyutalar üzərindən hər hansı ödəniş sistemlərinə girişi qadağan olunmuşdur. Əgər bu istiqamətdə Lukoil şirkəti tərəfindən hər hansı bir əməliyyat istəyi irəli sürülsə, müvafiq istək ABŞ üzərindən həyata keçirilən SWIFT sistemində, eyni zamanda digər banklarda bloklanacaqdır. Məlumata görə Amerika Birləşmiş Ştatları şirkətləri Şah Dəniz layihəsində iştirak etmək üçün yeni giriş imkanları axtarır. Bu səbəbdən Lukoilin payına ən ciddi iddiaçı kimi məhz həmin şirkətlər göstərilir. Prosesdə adı çəkilən şirkətlərdən biri də Chevron'dur. Lakin şirkətin Lukoilin hansı paylarına müştəri kimi müraciət etdiyi hələ bəlli deyil. Reuters yazır ki, sözü gedən şirkət xarici aktivləri almaq imkanlarını araşdırır. Chevron'un ən azı 20 milyard dollar dəyərində olan payların mübarizəsinə qoşulacağı bildirilib. Lakin prosesin icrası üçün Lukoil Amerika Birləşmiş Ştatları Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsindən təsdiq almalıdır. Amerika Birləşmiş Ştatları Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsi hələ oktyabrın 22-sində tətbiq olunan məhdudiyyətlərin Rusiya neftinin qiymətini aşağı saldığını açıqlayıb. Hesabata əsasən bu ölkənin gəlirlərinə də təsir edib. Xarici nəşrlər yazır ki, prosesin bu gedişatı Moskvanın Kiyevə qarşı müharibəni maliyyələşdirmək qabiliyyətini də azaldır. Həmçinin Çin və Hindistanın da Rusiya neftinin alışından yayınması Kremlə mənfi təsir göstərəcək amillərdəndir. Avrupa Birliği ve Amerika Birleşik Devletleri'nin yaptırımlarından kurtulmak için Rus şirketleri daha önce de benzer satışlar gerçekleştirmiştir. Şah Deniz projesi Rus şirketi açısından önemli bir projedir. Ama bu uluslararası varlıklardaki satışı Şah Deniz projesini direkt etkilemeyecektir. Çünkü Şah Deniz projesi bir Azerbaycan mərkəzli. Amerika Birləşmiş Ştatları Maliyyə Nazirliyi Lukoilin xarici əməliyyatlarına noyabrın 21-dən dekabrın 13-nə qədər müvəqqəti icazə verib. Sanksiyalar qüvvəyə mindikdən sonra şirkətin bütün beynəlxalq bank əməliyyatları dayandırılacaq. Bu da şirkətin layihə üzrə öhdəliklərini yerinə yetirməsinə imkan verməyəcək. BBC yazır ki, Rusiya iqtisadiyyatının kritik sütununa qarşı bu sanksiyalar onun savaşdakı mövqeyinə yenidən baxmasına sövq edə bilər. Elə Ağ Evində ümid etdiyi budur.